Hər vaxtınız xeyirli olsun. Arkadiy Qukasyan, Bako Sakyan, Arayik Artunyan, Vitali Babayan və digərlərinin barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi Bakı məhkəmə kompleksində davam edir. Hazırki mərhələdə məhkəmə istintaqında təqsirləndirilən şəxslər dövlət ittihamçılarının, müdafiə tərəfinin vəkillərinin, zərərçəkənlərin vəkillərinin suallarını cavablandırırlar. Bu mərhələdə cinayət işinin ikinci fəsli, təcavüzkar müharibənin aparılması fəsli üzrə araşdırmalar aparılır. Təqsirləndirilən şəxslər Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətini, hərbi təcavüzkar müharibəni öz ifadələrində bir daha təsdiqləyirlər. Məsələn, təqsirləndirilən Arayik Artunyan məhkəmə prosesində sualları cavablandırarkən bildirdi ki, o vaxtlar qondarma rejimin fəaliyyəti, yaradılması, burada həyata keçirilən proseslər, bütün hər şey Ermənistandan idarə olunulmuş. O ifadəsində bildirdi ki, o zamanlar qondarma rejimin qondarma ordusu Ermənistan Silahlı Qüvvələrinin, Ermənistan Müdafiə Nazirliyinin ən böyük ordu birləşməsi olub. Bu ordunun, bu qondarma rejimin ordusunun nəinki silah-sursatla təchizatı, eyni zamanda bütün təminatı Ermənistandan idarə olunmuş və təmin olunurmuş. Eyni zamanda o ifadəsində bildirdi ki, o zamanlar Qarabağda Ermənistan dramı ilə bütün proseslər həyata keçirilmiş, iqtisadi proseslər və bütün bank əməliyyatları Ermənistanın Mərkəzi Bankından həyata keçirilir, idarə olunurmuş. Başqa bir ifadəsində bir faktı qeyd etdi ki, o zamanlar qondarma rejim Ermənistanın vəsaiti hesabına, Ermənistanın ayırdığı kreditlər hesabına maliyyələşirmiş. Hansı ki, həmin kreditlər heç bir zaman geri qaytarılmayıb. Başqa bir cinayət faktı. Azərbaycanın işğal altında saxlanılan ərazilərindən xaricə göndərilən bütün məhsullar Ermənistanın adı ilə ixrac olunurmuş, Ermənistanın məhsulu kimi xaricə göndərilirmiş. Bunun üçün isə Ermənistanda xarici şirkətlər var imiş ki, müxtəlif şirkətlər var imiş ki, həmin şirkətlər vasitəsilə, belə deyək, Azərbaycanın məhsulları, təbii sərvətləri dünya bazarına qanunsuz şəkildə çıxarılırmış. Cinayət işi üzrə faktlar, bu cür faktlar olduqca çoxdur. Təqsirləndirilən şəxslər bu ifadələrində bu fikirləri bildirirlər, bu faktları təsdiqləyirlər. Məhkəmə prosesi açıq keçirilir. Təqsirləndirilən şəxslər həm də müdafiə tərəfinin zərərçəkənlərin suallarına, zərərçəkmişlərin vəkillərinin suallarına cavablandırırlar. Qeyd edək ki, bu cinayət işi üzrə 531 mindən çox zərərçəkən var. Biz mütəmadi olaraq proseslə bağlı məlumatları çatdırırıq. Bugün də bizim xüsusi reportajımız olacaq. Hələlik isə söz sizdə, mərkəzdə, studiyadadır.